Salam. Bugün sizinle birinci səlib yürüşünün olduqca qaranlıq və demək olar ki, mürəkkəb tarixçəsinə başvururuq. Əlimizdəki əsas mənbə Kronik Tarix YouTube kanalının videosuna aid transkriptdir. Məqsədimiz, yəni bu yürüşün səbəblərindən tutmuş Qüdsün alınmasına qədər gedən o sərt reallıqları anlamaqdır. Elə isə gəlin başlayaq. Hər şey 1095-ci ildə başladı. Papa II Urban Clermont şəhərində böyük bir kilsə məclisi, yəni şura çağırdı. Əsas səbəb kimi Bizans imperatoru 1. Aleksios Komnenos'un müraciəti göstərilirdi. O, Anadoludakı Səlcuq türklərinə qarşı kömək istəyirdi. Amma bilirsiniz, o dövr Avropası özü də qaynar qazan idi. Necə yəni? Daxili çəkişmələr, zadəganlar arası mübarizə falan? Tam olaraq. Daxili zorakılıq, siyasi qeyri-sabitlik, torpağı olmayan amma döyüşkən zadəganların yaratdığı problemlər, yəni Avropa özü də bir gərginlik içində idi. Deməli, Papanın çağırışı təkcə Bizansa yardım məqsədi daşımırdı. Başqa bəlkə də daha dərin motivləri var idi, elə deyilmi? Əlbəttə. Papa Urban üçün bu əla fürsətidir. Həm papalığın nüfuzunu, gücünü artırmaq, həm Avropadakı o zorakılığı, enerjini kənara, şərqə yönəltmək, həm də şərq kilsəsi, yəni pravoslav kilsəsi üzərində təsir qazanmaq istəyirdi. Qüdsü də çox cazibədar, müqəddəs bir hədəf kimi təqdim etdi. Clermontdakı çıxışı necə idi? Yəqin ki, çox təsirli olub. Bəli, çox dramatik bir çıxış olub. Türkləri olduqca mənfi, vəhşi kimi təsvir edir, şərqdəki xristianların güya zülüm altında olduğunu şişirdirdi. Vəd edirdi ki, kim bu səfərə qoşulsa, günahları bağışlanacaq, amma bir şərtlə, yalnız güclü, silahlı kişilər qatıla bilərdi. Lakin bu çağırış başqa cür yayıldı deyəsən. Gözləniləndən fərqli bir kütləni hərəkətə gətirdi. Məsələn, Pierre Lermit kimi təbliğatçılar. Çıxdı və onlar təkcə döyüşçüləri yox, böyük amma tamamilə nizamsız kütlələri, kəndliləri, qadınları, uşaqları, hətta bəzi mənbələrə görə cinayətkarları belə səfərə ruhlandırdı. Bu, tarixə xalq səlib yürüşü kimi düşdü. Və bu xalq yürüşünün aqibəti heç də yaxşı olmadı. Hələ yola çıxar-çıxmaz problemlər başladı, düzdür? Reyn vadisindəki Yahudi qırğınları kimi. Təəssüf ki, bəli, bu yürüşün başından nə qədər nəzarətsiz olduğunu göstərir. Volkmar, Gottschalk kimi bəzi liderlərin başçılıq etdiyi dəstələr Mainz, Worms, Köln kimi şəhərlərdə Yahudi icmalarına hücum edib qırğınlar törətdilər. Bəlkə də qarət məqsədi ilə, bəlkə də onları da düşmən saydıqları üçün. Çox acınacaqlı. Bəs sonra Macaristan Bizans ərazisindən keçərkən? Orada da problemlər davam etdi, qarətçilik, yerli əhali ilə toqquşmalar, məsələn Zemun və Belqradda ciddi qırğınlar oldu. Macar kralı Kaluman çox sərt reaksiya verdi, hətta bəzi dəstələri məhv etdi. Nəhayət çox əziyyətlə Konstantinopola çatdılar. İmperator Aleksios bu kütləni görəndə nə düşündü? Yəqin ki, şokda idi. Çox güman ki, bu nizamsız, ac və idarə olunmaz kütlə paytaxt ətrafında problem yaradırdı. Aleksios onları çox gözlətmədən tez bir zamanda Bosfor boğazından Anadoluya keçirdi. Bəlkə də əsas qüvvələri gözləmələrini tapşırmışdı, amma onlar yenə öz bildiklərini etdilər. Elədi. Anadoluya keçən kimi yenə intizamsızlıq göstərdilər və 1096-cı ildə Nikeya yaxınlığındakı Kivetos, yəni Civetot düşərgəsində 2-ci Qılınc Arslanın təcrübəli Səlçuqlu ordusu tərəfindən demək olar ki, tamamilə darmadağın edildilər. Xalq səlib yürüşü faciə ilə bitdi. Bu faciədən sonra əsas daha mütəşəkkil qüvvələr, knyazların yürüşü başladı. Artıq burada Avropanın tanınmış zadəganları var idi. Eləmi? Godfrey de Bouillon, Bohemond Tarantolu, Raymond Toulouse kimi. Bəli, bu dəfə səfər daha planlı idi. Avropanın güclü feodallarının rəhbərliyi altında daha hazırlıqlı ordular yola düşdü. Onlar fərqli yollarla Konstantinopola gəldilər. İmperator Aleksios bu dəfə də ehtiyatlı idi. Onlardan sədaqət andı içmələrini tələb etdiyəni, ələ keçirəcəkləri keçmiş Bizans torpaqlarını imperatorluğa qaytaracaqlarına söz verməli idilər. Bu and içmə mərasimi rahat keçdi, yoxsa gərginlik oldu? Axı bu knyazların da öz ambisiyaları vardı. Əlbəttə, gərginlik oldu. Bəzi liderlər, xüsusən də Bohemond kimi hiləgər fiqurlar öz məqsədlərini güdürdülər. Godfrey de Bouillon əvvəlcə and içməkdən imtina etdi, hətta kiçik toqquşmalar da oldu.
Amma sonda Aleksiusun təzyiqi və bəlkə də digər liderlərin təsiri ilə and içməyə məcbur oldular. Lakin bu andların səmimiliyi şübhəli idi. Bu şübhələr özünü doğrultdumu? Məsələn, Nikiyanın alınmasında. Tamamilə. 1097-ci ildə Nikiyanı mühasirəyə alıb ələ keçirəndə şəhər Bizans qarnizonuna təslim oldu. Səlibçilər şəhərə girib qarət edə bilmədilər və bu onları çox məyus etdi. Aleksiusa qarşı inamsızlıqlarını artırdı, amma elə həmin il Doriley döyüşündə Səlcuqluları məğlub etmələri onlara böyük ruh yüksəkliyi verdi. Ancaq Anadolu yaylasını keçməyə asan olmadı yəqin ki. Heç də. Yayın istisində Anadolu yaylasını keçmək çox çətin oldu. Aclıq, susuzluq, xəstəliklər ordunu əldən saldı. Çoxlu itki verdilər. Bu, onların iradəsini sınayan bir mərhələ idi. Və nəhayət Antakiyaya çatdılar. Mühasirənin çox uzun və çətin keçdiyi deyilir. Bəli, Antakiya mühasirəsi 1097-1098 yürüşün ən ağır sınaqlarından biri oldu. Mühasirə aylarla davam etdi. Aclıq o həddə çatmışdı ki, insanlar at əti, hətta daha pis şeylər yeməyə məcbur qalmışdılar. Xəstəliklər tüğyan edirdi. Hətta bəzi önəmli fiqurlar, məsələn Stefan Bulaulu kimi zadəganlar, ümidlərini itirib geri qayıtdılar, yəni fərarilik etdilər. Belə bir vəziyyətdə ordunun mənəviyyatını nə qaldırdı? O müqəddəs nizə hekayəsi var deyəsən. Bəli, tam mühasirənin ən çətin anında Pierre Bartolomeo adlı bir keşiş iddia etdi ki, yuxusunda müqəddəs Andrey ona İsa'nın çarpıxa çəkilərkən istifadə olunan nizənin Antakiyada bir kilisədə bastırıldığını deyib və güya həmin nizəni tapdılar. Bunun həqiqət olub-olmadığı mübahisəlidir, amma ordunun mənəviyyatını kəskin şəkildə yüksəltdi. Bu hadisədən sonra şəhəri ala bildilər və Kərboğanın ordusu məsələsi. Nizənin tapılması və bəlkə də şəhər içindəki bir xainin, Firuz adlı bir erməni köməyi ilə səlibçilər şəhərə daxil oldular. Lakin onlar şəhərə girən kimi Mosul Atabəyi Kərboğanın böyük bir yardım ordusu gəlib şəhəri mühasirəyə aldı. İndi səlibçilər özləri mühasirədə qalmışdılar. Ancaq təəccüblü şəkildə şəhərdən çıxıb Kərboğanın ordusunu məğlub etdilər. Bu qələbədən sonra Bohemund fürsətdən istifadə edib Antakiyanı özünə götürdü və Antakiya knyazlığını qurdu, Aleksiusa verdiyi sözü pozdu. Deməli, artıq şəxsi məqsədlər tamamilə önə çıxmışdı. Bəs Antakiyadan sonraki Maret-el-Numan hadisəsi, orada baş verən dəhşətlər, hətta kannibalizm iddiaları, bu nə dərəcədə realdır? Bu, həqiqətən də yürüşün ən qaranlıq səhifələrindən biridir. 1098-ci ilin sonlarında Maret-el-Numan şəhərini ələ keçirdikdən sonra dəhşətli qırğın törədildi. Və bəli, səlibçi salnaməçilərinin özləri, məsələn, Raul Kanlı, açıq şəkildə yazırlar ki, aclıqdan əziyyət çəkən bəzi səlibçilər öldürülmüş müsəlmanların cəsədlərini bişirib yeyiblər. Bu, həm ümidsizliyin, həm də vəhşiliyin hansı həddə çata biləcəyini göstərir. İnanılmazdır. Nəhayət bütün bu çətinliklərdən sonra 1099-cu ilin iyununda Qüdsə çatdılar. Ordunun vəziyyəti necə idi? Ordu çox yorulmuş, sayca xeyli azalmışdı, amma Qüdsü görmək onlara yeni bir ruh vermişdi. Lakin şəhər asan təslim olmayacaqdı. Qüds o zaman Misir Fatimilərinin əlində idi və vali İftixar Əd-Dövlə şəhəri yaxşı müdafiə etmişdi. Su quyularını zəhərləmiş, şəhər ətrafındakı bütün ağacları kəstirmişdi ki, mühasirə alətləri düzəltmək çətin olsun. Mühasirə necə getdi? Yəqin ki, yenə çətinliklər oldu. Bəli, su və ərzaq qıtlığı dərhal özünü göstərdi. Mühasirə üçün lazımı avadanlıqlar da yox idi. Vəziyyət ümidsiz görünürdü. Amma sonra Yaffa limanına Genuya və İngilis gəmiləri gəldi. Onlar həm ərzaq, həm də mühasirə güllələri tikmək üçün vacib olan ağac materialları gətirdilər. Bu, dönüş nöqtəsi oldu. Və son hücum 15 iyul 1099. Salnamələr o günü necə təsvir edir? Salnamələr, hətta səlibçilərin öz yazdıqları belə dəhşətli bir mənzərə çəkir. Şəhər ələ keçirildikdən sonra demək olar ki, 2 gün davam edən kütləvi qırğın baş verdi. Müsəlman və yahudi əhali, kişilər, qadınlar, uşaqlar fərq qoyulmadan öldürüldü. Əl-Əqsa məscidinin içinə qədər qan axdığı, atların dizlərinə qədər qana batdığı təsvir olunur. Bu, həqiqətən də yürüşün ən qanlı, ən vəhşi anı idi. Beləliklə, Qüds alındı, Qüds krallığı quruldu və Godfrey de Bouillon kral titulundan imtina edib, müqəddəs məzarın müdafiəçisi adını götürdü. Bütün bu hadisələrə, mənbələrə baxdıqda, 1-ci səlib yürüşünün əsl mahiyyəti barədə nə deyə bilərik?
Mənbələr bizə çox mürəkkəb bir tablo çəkir. Başlanğıcda bəli, güclü bir dini coşqu, inanc var idi. Amma yol boyu bu çox tez bir zamanda siyasi ambisiyalarla, şəxsi mənfəətlə, qarətçiliklə və inanılmaz dərəcədə qəddarlıqla qarışdı. Xalq kütlələrinin faciəsindən tutmuş, knyazların öz aralarındakı çəkişmələrə, Antakiyadakı ümidsizliyə, Mahrətdəki vəhşiliyə və nəhayət Qüdsdəki o dəhşətli qətliama qədər. Bu hadisələr zənciri insan təbiətinin motivasiyalarının nə qədər mürəkkəb, bəzən də qorxunc ola biləcəyini göstərir. Doğrudan da düşündürücü. Və insanı bu sual üzərində düşünməyə vadar edir. Necə olur ki, bəyan edilən o uca, müqəddəs ideallarla reallıqda törədilən bu cür sərt, amansız vəhşilik arasında belə dərin bir uçurum yarana bilir? Bu məncə üzərində həmişə düşünülməsi gərəkən bir sualdır.